turşda xlorid. Əsasi duzun tərkibinə eyni və ya fərqli turşu əlavə etdikdə turşudakı hidrogen OH ilə birləşir, su alınır və xlor birləşir, buradakı keçir OH-ın yerinə. Alınır normal duz, maqnezium xlorid. Çöküntü duzla qələvi reaksiyaya getmir. Bu maqnezium karbonat uşaqlar 2A qrupunun normal karbonatları hamısı çöküntüdür. Bunlarla qələvi getmir reaksiya, yanlışdır. Yerdə isə bu ikisini birləşdirin, karbonat turşusu. Karbonat turşusu natrium silisium üçün tərkibindəki H2 silisium oksi çıxardır. Alınır natrium karbonat və H birləşir buradakı silisium oksə. Alınır metasilikat turşusu, H2 silisium O3. Yəni, bütün turşular, hətta karbonat turşusu belə və ya sulfit turşusu belə H2 silisium O3-ü onun suda həll olan duzu, diqqətli olun, suda həll olan duzundan çıxardır. Yəni, getməyən D variantıdır. Sonra 20-yə qədər yoxdur. Yoxdursa baxaq. 37. Hansı halda turş duz alınmır? Uşaqlar, normal duza turşu əlavə etdikdə turşunun tərkibindəki hidrogen sayı birdən çoxdursa, ona uyğun turşu alınır. Baxın, burada var. Natrium sulfat. Deməli, 1 mol əsas 1 mol 1H ilə birləşir, alınır su və natrium keçir H-ın yerinə. Alınır natrium hidrosulfat. 1 mol kalsium OH2, 1 mol karbon qazı. Şuralar, karbon qazı 1 moldur. Karbon qazı nəyə bəz eləyir? H2CO3 karbonat turşusuna. Onda burada elə 1 mol nə var? H2CO3 var. 1 mol H2CO3 ilə 1 mol kalsium OH2, 2 hidrogen 2 OH. Alınır kalsium karbonat, üstə gələk su. Burada alınır normal duz. Kalsium OH2 2 mol H2PO4. Baxın, burada ən rahat istədiyim baxın. Çox dəfələr bunu qarışdırır. Sınaqlarda da baxsan ki, səhv edirlər. Burada ən rahat yol nədir? Deməli, neçə OH var? 2. Neçə H var? 2 vura 3, 6. Deməli, 2 OH var, 6 H var. İxtisar aparın 2-nin 6-ya. 1-in 3-ə. 1 OH, 3 dənə H. 1 OH, 3 dənə H-ın birinlə birləşir. Nə qalır? 2 dənə H. Bunun məntiqi nədir? Deməli, ən sonda turşu qalığında qalan H sayı nə qədərdir? 2 dənə. Yəni H2PO4. H3PO4-dən 1 H qoparan zaman nə olur? H2PO4 1 mənfi. Bu da OH hamısı gedir. Qalır kalsium 2 müsbət. Bunu çarpaz birləşdirin. Ən son qalan iyonları. Bura 2, bura 1. Nə alındı? Kalsium H2PO4 2. Yəni turş duz. Deməli, burada alınan maddə turş duzdur, alınıbdır. Y-də də ki, karbon qazı və suyu birləşdirin, karbonat turşusu. Normal duzun üzərinə yenə turşu əlavə etdikdə, mümkün dərəcə, əgər o turşuda birdən çox hidrogen varsa da, deməli, onun nə alına bilər? Turş duzu alına bilər. Yəni, burada nə alınacaqdır? Burada alınacaqdır maqnezium hidrokarbonat duzu. Turş duzu alınacaqdır. Alınmayan bir dənə hansı oldu? C variantı. Sonra Mən 37-nin B-sini bir də deyə bilərdinizmi? B-də qadası neçə OH var əsasda? 1. 1 OH, turşuda 2 hidrogen var. 2. 1 OH nə lazımdır? 1 H lazımdır. OH gedir, H-ın biri gedir, alınır su və natrium keçir H-ın birinin yerinə. Alır natrium hidrosulfat. Sonra deməli uşaqlar, duzların adlandırılması. Turş duzları adlandıranda metalın adı, metalın valentliyi sabitdirsə deyilmir. Hidrogenin sayısı 1-dirsə qabağında mono deyilmir. Birdən çoxdursa qabağında di, tri və s. deyilir. Ən son turşu qalığı. Bunun adı nədir? Natrium hidroortofosfat. İkinci maddənin adı kalium dixromat və yaxud da bixromat. Bu isə uşaqlar əsası duzlarda metalın adı, metalın valenti dəyişkəndirsə, metalın valenti qeyd olunur. OH-ın sayısı 1-dirsə, qabağında mono, hidroksa deyilmir. Birdən çoxdursa di-tri deyilir. Burada uşaqlar, burada diqqətli olun. Burada misin özü 2 valentli baxanı. Valentli 2-dir. Adlandıranda mis 2,
burada OH-ın bütöv ayağı 2-dir. Yəni misdən əlavə mislə bir yerdə OH-ın ayağı 2-dir. Eləcə OH-ın ayağı 2 olsa, mis qıraqda qalsaydı, onda olardı mis 2 dihidrokso. Burada mislə bərabər OH-ın ayağında 2 olduğuna görə elə bil ki, hər misin özünə bir dənə OH düşür. Onda bir dənə misə bir dənə OH düşdüyünə görə orada bir dənə OH sayılır. O da bir dənə OH-ın qabağında mono deyilmir. Adlandıranda mis 2 hidroksokarbonat, mis 2 hidroksokarbonat, mis 2 hidroksokarbonat. Sonra natrium hidroortofosfat, kalium bixromat. B variantı. Yəni sizi orada çaşdıran nədir? OH-ın ayağında 2 görürsüz deyə, orada fikirləşirsiniz ki, 2 dənə OH var və yaxud da orada mis orada elə bilirsiniz ki, 1 valentlidir. Xeyr. Misin bir qolu OH-a baxın burada uşaqlar. Bunun quruluşuna baxın. Karbon, oksigen, deməli, oksigen, mis, OH, oksigen, mis, OH. Görürsünüz, bunun quruluşu belədir. Yəni misin hər biri orada kivalentdə sayılır, kivalentlidir. Deyin uşaqlar, 40-dan sonra 60-a qədər. Bura kim yoxdur? Yaxşı. Hansı halda X bir əsaslı turşunun qalığıdır? Deməli uşaqlar, burada ən rahat yol nədir? Oksidləşmə dərəcəsi. Alüminium müsbət 3, OH mənfi 1, X də olsun M. Yüklərin cəbri cəm nəyə bərabərdir? 0-a. 3 üstə gələk mənfi 1, üstə gələk 2 vuraq M. 2M bərabərdir 0. 2 üstə gələk 2M bərabərdir 0. 2M bərabərdir mənfi 2, M bərabərdir mənfi 1. Uşaqlar, bu nə deməkdir mənası? X-in yükü mənfi 1-dir. X-in yükü neçədirsə də, onun yükü qədər ona H birləşir. X-in yükü əgər mənfi 1-dirsə də, deməli, X-in tərkibində 1 H olar normalda. HX. Yəni, turşunun tərkibində neçə H varsa da, H-ın sayı qədər qoparda nə olur? Turşu qalığı olur. Deməli, H-ın sayı bir dənədir ki, bu H-ı qopardanda X 1 mənfi alınır. Yəni, X turşu qalığı yükü 1 mənfi olur. Bir uyğun gəlir. Yenə özünüz yoxlayın. Alüminium müsbət 3, 2 dənə OH, mənfi 1, mənfi 2, X-in yükü də M. Deməli, 3 üstə gələk 2 dənə OH, mənfi 2, üstə gələk